Salam əziz şagirdlər. Biz bugün sizinlə bərabər qalıqlı bölməni öyrənəcəyik. Gəlin başlayaq. Baxın, burada 17 dənə alma var. Düzdür, burada misal 17 olmayacaq. Çünki burada bizim 14'ümüz var, 14 almamız var. 3 almamız düşməyib. Burada əslində 17 dənə alma olmalıdır. 17 dənə almamız var və bizə təsəvvür edin ki, deyiblər ki, sizə 5 səbət veriblər. Deyiblər ki, bu almaları bərabər paylayın, gedin dostlarınıza verin. Ve sizin 17 tane almanız var. Her sepete beraber almaları koymalısınız. Her sepete 3 koyursunuz. 3 almanı bu sepete koyduk. Neredeki 3 almanı bu sepete koyduk. Neredeki 3 almanı 3. sepete koyduk. Neredeki 3 almanı 4. sepete koyduk. Neredeki 3 almamızı da 5. sepete koyduk. Ama burada 2 almamız kalır. Bakın bu 2 almamız artık kalır. Yani biz 17 almanı 5 yere bölsek her sepete 3 düşecek. Ve 2 almamız artık kalacak. Bu artık kalan hisse adlanır qalık. Gelin bunu bir misal üzerinde izah edelim. Bakın burada 17 ədədimiz 17 ədədimiz bölünəndir. Yani 17 tane almamızı biz bölmeliydik. Səbətlərə bölmeliydik. Yani bu almalarımız bölünəndir. 17 burada bölünen olur. 5 bölendir. Burada bize 5 səbət veriblər. O 5 səbət bölen olacak. Yani biz 17'ni 5'e bölmeliyik. Ve nihayet bu 3 bizim qismətimizdir. Yani cevabımız. Biz 17'ni 5'e bölende bilirik ki cevap 3 düşür. Ki her səbətə 3 tane almanı qoya bilək. 3 alma koyduk, lakin bizim 2 almamız artık kaldı. Bu da qalıq adlanır. En vacib qayda. Bunu unutmayın. Bunu bilin ki, qalıq həmişə böləndən kiçik olmalıdır. Qalıq həmişə böləndən. Baxın, bölən burada nə idi? Hansı rəqəmimiz idi? Bax, bu 4. Qalıq böləndən kiçik olmalıdır. Bax, bu yazılış doğrudur. Lakin biz qalığı 5 tapa bilməzdik. 5 artıq bölenden böyük olur. Bu yanlışdır. Eğer qalığımız 5'ten böyükdürsə, bu yazılış doğru değil. Qalığımız eğer bölenden kiçik olursa, demək bizim tapacağımız cevap da doğru olacak. Siz bilirsiniz, 20'ni 3'e böləndə necə həll edirik, tapırıq cevabı və qalığı tapırıq. Əziz valideynlər və şagirdlər, dərslərimə qeydiyyat başladı. 2 və 9-cu siniflər üçün və abituriyentlər üçün onlayn dərslər təşkil olunur. Yazılmaq üçün tələsin. İlk dərs ödənişsizdir. Ödənişsiz dərs qruplarıma qoşulmaq üçün bu nömrə ilə əlaqə saxlayın. Gəlin izah edin. Məsələn, sizə deyir ki, 20'ni 3'e bölün. Və siz fikirləşirsiniz ki, cevap nə ola bilər? Bunu tapmağın ən ideal yolu, siz məsələn 3'e bölmək 3'dür. Biz fikirləşirik. 3'ün vurma cədvəli ağlımıza gəlir. 3'ün vurma cədvəlinə baxırıq. Baxırıq, görürük ki, bu vurma cədvəlində 20'ye yaxın, yəni 20'dən böyük olmayan, amma 20'ye yaxın hansı ədəd var? Hansı ədəd var ay uşaqlar? Baxın, 3 vur 6'ya baxırıq. Görürsünüz 18 ədədi. 18 20'dən kiçikdir, bəli, kiçikdir. Amma 3 vur 7'ye artıq baxanda 21 20'den böyük oldu. Demek bizim cevabımız, en uygun cevabımız 3 vur 6 beraber de 18 olacak. Yani biz 20'ni 3'e bölsek bizim qismətimiz 6 olacak. Ama qalığı necə tapacağıq? 6 vur 3 18 verir, elə değil mi? Biz 20'den 18'i çıxırıq 2. Demek bizim qalığımız neymiş? 2'ymiş. Demek bizim cevabımız bu hala gəlir. 20'ni 3'e böləndə qismətimiz 6 olur, qalığımız 2. Gelin bunu bir misal üzerinde təsəvvür edik. Məsələn, bizə 3 dənə uşaq veriblər. Təsəvvür edin, sizin 3 dənə dostunuz var və əlinizdə 20 dənə konfet. Sizə deyirlər ki, bizə konfet ver. Hamımıza eyni sayda olsun ama. Siz də bunu bilmirsiniz ki, nə qədər hər kəsə versəm eyni olar. 3 dənə uşaq var. Biz 20'ni 3'e bölürük. Və bayaqki göstərdiyim metodla bilirik ki, cevabımız 6 olacak. Çünkü 6'yı 3'e 6'ya vuranda aldığımız cevap 20'ye en yakın olan cevaptır. 6 olacak ve bilirik ki her uşağa 6 tane konfet düşecek. Her uşağa 6 tane konfeti payladıkta 20'den
18 çıxanda 2 qalır. Demək 2 dənə konfetimiz də artıq qalacaq. Eybi, o 2 konfeti siz yeyə bilərsiniz. Yeyin, nuş eləyin. Və dostlar, bu səhvləri etməyək. Bir daha hatırladım sizə ki, qalıq böləndən, baxın burada görürsünüz, böləndən böyükdür. Səhvimizi görürük, elə deyilmi? Burada qalıq 5 olmamalıdır. 17-ni 5-ə böləndə cavab 4-dür. Demək cavabımız düzgün göstərilməyib. Qismət bizə düzgün göstərilməyib. Onda bundan bir vahid aşağı rəqəmə 3-ə baxırıq. 3-ü vururuq 5-ə. 15. 15 17-dən kiçikdir. Bəli. 17-dən də 15-i çıxırıq. 2 bizim cavabımız. Demək qismətimiz 3 olacaq. Qalığımız 2. Gəlin növbəti ikinciyə baxaq. Baxın burada 22 4-ə bölüb. Alıb cavab 6, qalığı 4. Düz eləyib. Yox. Düzdür, qalıq görürük ki, burada kiçikdir 6-dan. 6-dan kiçikdir. Amma gəlin baxın, 6-nı 4-ə vursaq 24. 24 23-dən böyük oldu. Bizim cavabımız 23-dür. Biz 23'e yaxın ədəd tapmalıyıq. 4'ə vurulanlar arasında 23'e yaxın ədəd. Bu hansı ədəd ola biləcək? Təbii ki 5. 5 və 4 20. 23'dən də 20 çıxırıq 3. Demək bizim cavabımız, qismətimiz 5, qalığımız 3'dür. Gəlin növbəti misala baxaq. Baxın burada görürük ki 14'ü 3'ə bölüb. Cavab bizdə 4 tapıb. Qalığı 3 tapıb. Baxın 4 vur 3 12. 14'ten kiçik oldu. Biz eğer birden qismətin yerinə 5 yazsaydıq, 5 dəfə 3 15. Artıq 14'ten 15 böyük oldu. Demək cavabımızı düz deyib. Qismət doğrudur, 4'dür. Amma qalıq 4 dəfə 3 12 elədi. 14'ten 12 çıxırıq. Cavab 2. Demək burada qalıq bizə yanlış göstərir. Qalıq 3 deyil. Qalıq 2'dir. Anladıq mı dostlar? Başa düşdük mü? Gəlin bu misallara siz baxın. Bu videonu burada dayandırın və həll edin. Görün, doğru mu edirsiniz, yanlış mı edirsiniz? Əgər hamısını doğru eləsəz, deməli siz bu mövzunu mənimsəmisiniz. Çox yaxşı başa düşmüsünüz. Əgər ki video izahımı bəyəndinizsə, bu videomu dostlarınızla paylaşmağı, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Çünki belə paylaşımlar çox olacaq. Yaxında 3-cü, 2-ci, 4-cü, 5-ci bu ardıcıllıqla bütün siniflərin dərsli izahları gələcək. Baxın, doğru cavab budur. 20'ci 4'e böldük, cevap 5, qalıq 3. Bunu az önce sizinle beraber izah elədik. Baxın burada. Sadece baxın görüm dedim, adınızda qalır mı bu hissə? Ona göre bu misal tekrar size verdim. Doğru yazmışsınızsa size bir aferin. Geldik ikinci misala. 31 böl 6, cevap 5, qalıq 1. Doğru yazmışsan, aferin size. Geldik üçüncü misala. 28 böl 5, cevap 5, qalıq 3. Doğru yazmışsan, aferin sənə. Demək, əgər bu 3 misal hamısı doğrudursa, demək mövzunu çox yaxşı başa düşdün. Baxın, ikinci misala baxaq. 5 dəfə sürətli şəkildə keçək bunun üstündən. 5 vur 6 necə eləyir? 31'i bölürük 6'ya və 6'ya vurmalar iç böl vurma cədvəli hissəsində alımıza gətiririk. 31'e yaxın hansı ədəd var ki 6'ya vuranda cavab 30'a ən yaxın olur. 6 vur 3 eləyir necə? 18. 6 vur 4 eləyir necə? 24. 6 vur 5 eləyir necə? 30. Aha, 30'a yaxındır. 6 vur 6 elə də 36. Artıq 31'i keçdik. Bizim cavabımız 5'dir. Demək qismətimiz 5 olacaq. 31'dən də 30'u çıxırıq, qalıq 1. Eyni şəkildə üçüncünü o şəkildə tapırıq.